Sumqayıt bugün təkcə sənaye şəhəri kimi deyil, həm də müasir memarlığı, geniş istirahət məkanları və abadlaşmış sahələri ilə Azərbaycanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Bu gözəlliyin mərkəzində isə Xəzər sahilində salınmış möhtəşəm Sumqayıt bulvarı dayanır. Qısa müddətdə şəhərin simvoluna çevrilən bulvar Sumqayıtın yeni nəfəsi, sakinlərin və qonaqların sevimli ünvanıdır. Bulvarın tikintisinə 2015-ci ildə başlanılıb və cəmi 8 ay ərzində 2016-cı ildə istifadəyə verilib. Bu rekord müddətdə ərsəyə gələn layihə həm sürəti, həm də keyfiyyəti ilə diqqət çəkib. Millərlə ağac və dekorativ bitki əkilib, geniş yaşıllıq zolaqları salınıb, müasir işıqlandırma sistemi qurulub, piyada və velosiped yolları, istirahət güşələri, uşaq meydançaları yaradılıb. Dəniz sahili boyunca uzanan bulvar bugün ailələrin rahat gəzintisi, gənclərin asudə vaxt keçirməsi, şəhər sakinlərinin isə dincəlməsi üçün əvəzsiz məkandır. Bu möhtəşəm layihənin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının Sumqayıta səfərləri zamanı bulvara verdiyi yüksək qiymət, bulvarı möcüzə adlandırması, burada aparılan işlərin miqyasını və əhəmiyyətini bir daha təsdiqləyir. Məhz Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Sumqayıt son illər sürətli inkişaf yolu keçib. Şəhərin infrastrukturu əsaslı şəkildə yenilənib. Bulvarın bugünkü gözəlliyə çatmasında Sumqayıt şəhər icra hakimiyyətinin və Sumqayıt Bulvar İdarəsinin də əməyi xüsusi vurğulanmalıdır. Ərazi daim nəzarətdə saxlanılır. Təmizlik və abadlıq işləri mütəmadi aparılır. Yaşıllıqlar qorunur, yeni istirahət zonalar yaradılır. Burada hər detal insanların rahatlığı üçün düşünülüb və bu diqqət hər addımda hiss olunur. Bugün Sumqayıt bulvarı sadəcə bir gəzinti yeri deyil. O şəhərin yenilənmiş siması, inkişafın canlı göstəricisi və gələcəyə açılan pəncərəsidir. Xəzərin sahilində yaradılan bu müasir məkan Sumqayıtı daha cazibədar edir. Şəhərə gələn hər kəsi valeh edir və göstərir ki, dövlətin diqqəti ilə ən qısa zamanda ən yüksək layihələri belə həyata keçirmək mümkündür. Sumqayıt bulvarı bugün Azərbaycan şəhərsalmasının uğurlu nümunəsi, Prezident İlham Əliyevin qayğısının bəhrəsi və Sumqayıtın qürur mənbəyidir. Buraya yolu düşən hər bir kəs eyni fikri bölüşür. Sumqayıt dəyişib, gözəlləşib və doğrudan da bir möcüzəyə çevrilib. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.